marağı olan uşaq çoxdur. Əsas mühitin yaradılmasıdır. Süni intellekt biraz düzdür bizi incidən ola bilər, amma bizi bir adaptasiya zamanına dövrə aparır. Yəni indi bəs mənim belə sualım var. Təhsilə bir dəyişikliklər eləyə bilərikmi ki, öncədən ibtidai sinifdə deyək, oxuyan uşaqlar ya da ki, orta məktəbdə oxuyan şagirdlər, olsunlar universitet, artıq indidən bu mühitə hazır olsunlar ki, onların adaptasiya zamanı o qədər də uzun olmasın. Mən bu suala çox da dərin gedə bilərəm. Bəlkə də mənim ümumi cavabım düzgün olmaya da bilər. Sadəcə özümün düşüncələrimi bölüşə bilərəm bu haqda. Mən ilk kursumu hələm də hatırlayıram. Amerikada Amherstdə idim. Amherst şəhərində, Massachusetts ştatında. Həm fizika oxuyuram, həm kompüter elmləri. 2 ixtisasım vardı. Fizika dərslərində düzdür, nəzəriyyəni yaxşı başa düşürdüm. Amma ilk laborator dərsim hələm də yadımdadır. Başqalarının 1 saat içərisində çözdüyü məsələni mən oturub onun üzərində bir 3 saat başımı sındırırdım. Bəlkə də 3 saatı keçmişdi. Baxmayaraq ki, məsələ o qədər də çətin deyil idi. Nəzəriyyəsində başa düşürdüm. Sadəcə laborator avadanlıqlarından başım çıxmırdı. Eksperimenti apardığım zaman ortada olan, bunlara data point deyirik ingilis dilində, informasiyanı yığıb kompüterdə necə prosesləşdiriləcəm, bunu o qədər də anlamırdım. Artıq sonradan bir semestr, 2 semestrdən sonra öyrəşdim bu məsələlərə. Amma adaptasiya zamanından keçməli oldum. Artıq mən öncədən danışdığımız mövzu haqqında düşünərkən, həm də bunları hatırlayarkən ona gəlib çıxıram ki, o məntiqə ki, əslində süni intellektin bizə gətirdiyimiz bu yeni abstrakt qatı, yeni bir interfeys, elə bil ki, elmi tədqiqata biraz bənzəyir. Yəni, biz lazım olan işi artıq şablonlu işi süni intellektə verə bilərik ki, o onu yerinə yetirsin. Amma fərqli ortada olan cavabları, kodu biz müqayisə eləməliyik, biz test eləməliyik, hansı tipdə yolu seçməliyik proyekti yerinə yetirmək üçün. Bu da vacib bir sualdır. Buna system dizayn deyirlər. Yəni yuxarı səviyyədə olan bir dizaynı əslində biz eləməliyik. Bu da əslində onsuz da məsələnin ən mürəkkəb yerləridir. Həm o, həm də ki, hansı dərin bir mövzuları başa düşmək. Böyük ehtimal süni intellektin onun haqqında bir fikri olmaya da bilər. Yəni, elmi tədqiqata olan bir, elə bil ki, bağlantı nöqtəsi var. İndiki süni intellektlə dolmuş iş mühitində. Deməli, mən bunu düşünürəm ki, bəlkə də biz ibtidai sinifdən, orta məktəblərdən, uşaqları bu elmi tədqiqat olmasa da ola bilər. Amma ən azı bu tipdə düşüncəyə yönəltsək, bəlkə də uşaqlar artıq bu mühitə daha hazır ola bilər. Bəlkə elmi tədqiqat aparmasa da olar bir şagird, amma ən azı bu tipdə anlayışı olsa, bu tipdə hansı ortaya bir yenilik, eksperimentalist düşüncəsi olsa, bəlkə də 100-dən bir insan yetənəkli bir eksperimentalist ola bilər ya da ki, kompüter elmlərinə yeni bir şey çıxarda bilər. Yəni, ola bilər. Məncə, mən özümdən danışa bilərəm. Mən uşaqlıq vaxtımdan həm robototexnikaya, həm də elektronikaya böyük bir marağım vardı. Otururdum, oyuncaqları qırırdım, ortaya bir mikrosxemlər falan, belə ortaya bir şey çıxarırdım. Amma adi bir radio detal mağazası tapa bilmirdim ki, gedim bir oxuduğum proyektləri düzəldim. Bildiyimə görə Bakıda bir dənə robota-detal yox, radio-detal mağazası var idi. Bulvara yaxın, indiyənə qədər yadımdadır. Ora gedirdik, oradan 1-2 cihaz alırdıq.
mikrosxemlər, tranzistorlar ola bilər, rezistorlar ola bilər, fərqi yoxdur. Yəni alırdıq, ortaya bir şey çıxardırdım, bir şeylər düzəldirdim. O yerdə artıq sonradan bağlandı, yəni tək bir yer idi. Amerikaya gedib çıxdıqdan sonra gördüm ki, uşaqlar artıq 4-cü, 5-ci sinifdən laboratoriyalarda kiçik bir şeylər, cihazlar düzəldirlərmiş. Bəlkə də heç başları çıxmırdı düzəltdiyi şeylərdən, amma ən azı əllərində bir iş aparırdılar. Onsuz da eksperimentalist bəlkə də bütün nəzəriyyəni başa düşməyə də bilər gələcəkdə. Yəni əsl elmi tədqiqatçı bütün nəzəriyyəni sıfırdan oxumasa da olar. Əsası nədir? Ortaya bir faydalı bir şeyin çıxarılmasıdır. Ona görə məncə ibtidai sinifdən başlayaraq, orta məktəbdən başlayaraq robototexnikaya, kimyaya, fizika ola bilər, kompüter elmləri ola bilər. Yəni hansısa bir laborator iş olmalıdır. Hansısa bir eksperimentlər aparılmalıdır, kiçik ola bilər. Bunun içində bir sıra resurs var artıq. Mənim vaxtımda bəlkə də o qədər resurs yox idi. Olsa da böyük hissəsi ingiliscə idi. Artıq ortada süni intellekt də var, tərcümə. Əslində süni intellekt bir dildən başqa dilə tərcümə məsələsini ən yaxşı süni intellekt keçirə bilər. Yəni YouTube-da, internetdə yetərincə də resurs var. Ondan da əminəm ki, yetərincə də marağı olan uşaq da var. Sadəcə bu marağı öldürməmək lazımdır. Yəni uşaqlara resurslar verilməlidir, Azərbaycan dilində uşaqları yönəltmək lazımdır. Bir-iki dəfə bəlkə kiçik bir eksperimentin necə aparıldığını göstərdiyimiz zaman bəlkə də artıq uşaqlar resursların olduğunu bildikdən sonra özləri ortaya bir şey çıxarda bilərlər, öyrənə bilərlər bunlar. Yəni bir misal verim. Bir məşhur insan var, adı şeydir, Mark Rober. YouTube-da uşaqlar üçün eksperimentlər aparır. Yəni insanın adi evində apara biləcəyi eksperimentlər. Mən bunu o vaxtı bilmirdim əslində, amma Amerikada olduğum zaman, Kaliforniyada olduğum zaman yəni mənim işimdə, şirkətimdə başqa işləyənlərlə, yəni söhbət edərkən gördüm ki, onların uşaqları bunun videolarına baxarmış, evlərində kiçik bir eksperimentlər aparırmışlar, yəni robotlar düzəldirlər. Marağı olan uşaq çoxdur. Əsas mühitin yaradılmasıdır. Bir son düşüncəm də var bu haqda. İngilis dilində bir termin var. Ona information hoarding deyirik. Yəni informasiyanı birisi başqası ilə bölüşmədiyi zaman ortaya elə bil ki bir üstünlüyü olur bu insanın başqalarına nisbətən. Məncə bu artıq o qədər də keçərli deyil. Yəni artıq informasiya bir tərəfdən başqa tərəfə tez yayılır. Onsuz da ortada bir mənbə varsa, süni intellektdən istifadə edərək o mənbəni daha çox sayda insan başa düşə bilər. Əvvəllər bəlkə də bir cüzi sayda insan onu başa düşərdi. Sırf onlara yaxın olan bir dildə bu mənbəyin yazıldığı üçün. Amma bu artıq o qədər də keçərli deyil. Yəni ortada bir informasiya monopoliyası artıq o qədər də yoxdur. Ona görə də biz necə faydalı ola bilərik iş mühitində, gələcəkdə ümumiyyətlə. Biz real, yüksək prioritetli problemlər üzərində çalışmalıyıq hər zaman. Ona görə də öncədən uşaq yaşlarından təhsil elə formalaşdırılmalıdır ki, biz artıq eksperimentalist düşüncəsinə doğru gedək. Yəni ortada olan nəzəriyyəni, bəlkə də hamısını başa düşmədiyimiz zamandan bəri ortaya bir faydalı bir şey çıxartmaq.